Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılan operativ qərargahın məlumatına görə bu il 948.865 hektar sahədə taxıl biçini aparılacaq. Bu istiqamətdə işlər mərhələli şəkildə icra olunur. Məlumat üçün bildirək ki, Sabirabad, Neftçala, Kürdəmir, Biləsuvar və Ağcabəddə taxıl biçini başa çatıb. Artıq rayon üzrə taxıl zəmilərinin 15%-də biçin həyata keçirilib. Bu günədək 5599 hektar sahədə biçin yekunlaşıb. Sahələrdən 21069 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 37,6 sentner təşkil edir. İyunun 19-una olan məlumata əsasən Respublika üzrə 194.019 hektar sahədə biçin aparılıb. Bunun 458.503 hektarını buğda və 490.362 hektarını arpa sahəsi təşkil edir. İyunun 19-una olan məlumata görə Respublika üzrə 194.019 hektar sahədə biçin aparılıb. Başqa sözlə, taxıl sahələrinin 20%-dən çoxu artıq biçilmişdir. Biçilmiş 14.815.6 hektar buğda sahəsində hektardan orta məhsuldarlıq 36,6 sentiner, 179.204 hektar arpa sahəsində hektardan orta məhsuldarlıq 32,6 sentiner olub. Qeyd edək ki, Respublika üzrə ən çox biçin Neftçala, Kürdəmir və Biləsuvar rayonlarında aparılıb. Belə ki, Neftçalada 26.360 hektar, Kürdəmirdə 19.403 hektar və Biləsuvarda isə 14.740 hektar biçilib.